Bugün Azərbaycandan yox, Los Angelesdən mənə Azərbaycan yeməkləri gəlib. Mən cəmi 3-5 dənə qoğal istəmişdim həqiqətən. Yəni çox bir şey istəməmişdim. 2 kilokdur bu arada. Albalı kompotu, qarışıq turşu. Bir yemək var. Bu yeməklərə baxacağıq görək nədir belə. Bu nədir belə? Rəşqi var burada. Çox şey var. İkisi də yerləşmədi. Baklava, üf, mimoza saladı. Yox salatdır deyəsən. Adlarını bilməyə bilərəm, yəni normaldır. Aşıq qarasına baxın hələ, görün nə qəşəngdir. Sonra bu nədir? Ya Cənub zonasına aiddir, ya Qarabağ. Nəsə elə bir şey dedi mənə. Dolmaya bax, dolmaya. Mən bu dünyada ən çox sevdiyim yemək dolmadır həqiqətən. Yaxşı dolmadan başım çıxır. Bir dənə bu baxaq. Hələ Amerikada məncə dolma eləmək elə də asan iş deyil. Qəşəng. Duzu yerində. Bunun üstünə bir dənə sarımsaq qatıq. Los Angelesdə qalanlar bu aşağıdakı səhifədən mütləq gedin alın. Yəni almasaz ayıb olar, gedin.